Herkese salam. Biz bu videoda paternlər necə yazılır, onlara baxacağıq. Mən burada 6 dənə patern qeyd etmişəm, amma bu ola bilsin ki, ola bilsin yox, böyük ehtimal bunların hamısına baxa bilməyəcəyik. Ya, amma ən azı bu dördünə baxacağıq. Ancaq yəni istəsəniz özünüz də bu 5-6-ya baxa bilərsiniz. Bəlkə sadəcə kodlarını göstərdim. Onlar üstündə izaha getdik. Əm, Amma əsas gördüyüm daha çox test assessmentlarında vesaire. Bu dörde qədər də hətta bu dördüncü belə düşmür. Sadəcə bu tərzdə suallar düşür. İndi istəyirəm böyle birinciden birincisi mən göstərmək istəmirəm. Çox sadədir. 2 for döngüsü ilə yazırsınız sadəcə. Yəni ikincisindən başlayaq yaxşısı. Və vaxtımız da buna getməsin dedim. İndi baxın bu sualı yazmaq üçün mən burada stepləri qeyd etmişəm ümumiyyətlə. Birincisi bu rolların sayı bu daxil etdiyimiz parametr elə rolların sayını göstərir. Yəni bu sıraların sayı rolların sayına eyni mənaya gəlir və bu bizdə outer loop olacaq. İkinci loopda isə biz kolonların sayını necə yazmalıyıq? Yəni ən çətin deyərdim isə bu hissədir. Yəni bunun rollar ilə əlaqənin qurulması, əgər varsa, yoxdursa sadəcə məsələn bu birincində asanlı dediyim hissədə, birincidə. Məsələn, baxın bunun rol ilə əlaqəsi çox da yoxdur. Sadəcə 4 dənə sıra varsa, 4 dənə də kolon var. Bu şəkildə məntiqlə onu məsələn yazırıq. Ona görə əgər varsa, rollar ilə əlaqəni qururuq, yoxdursa da n ilə bir əlaqə qurulur. Üçüncü stepdə də nə print edəcəyik? Bu məsələn burada nə print edəcəyik? Ulduz print edəcəyik də, düzdürmü? İndi gəlin yazmağa başlayaq. İlk bu. İkinci for döngüsü nə olacaq? Baxın, birincidə bir dənə kolon var. İkinci roda 2 dənə kolon var. Üçüncü roda 3 dənə kolon var. Dördüncü roda 4 dənə kolon var. Beşinci roda da 5 dənə kolon var. Biz burada nə gördük? Rolların sayı kolonların sayına bərabərdir. Ona görə mən gəlib burada eşitdir bərabərdir row deyirəm. Neyi print edəcəm? Təbii ki, ulduzdur. Və burada da bir dənə printdən qoyacağım ki, bizdə bu döngü bitdikdən sonra bir sətir aşağıya düşsün. Bu şəkildə. İndi bunu baxaq bizə. Məsələn, burada enlərin sayı nə qədər? 1, 2, 3, 4, 5. 5 dənə. 5 yazıram. Neyse gözlə. Row eşitdir n row plus. Print eləyəndə də işte obreset də keçirdi ya. Bu şəkildə bir nəticə aldıq. Bir də onu düzəltdim. Və nəticə nəhayət aldıq. Qalaq görə endimi. Baxın 1, 2, 3, 4, 5. Burada da elə 5 sətirdir. İndi buna baxaq. Mən məsələn qabağıma bu sual çıxmışdı və yaza bilməmişdim. İndi buna baxaq. Bu da eynidir. Baxın sadəcə copy-paste edirəm bunu. Bunu bildirsə, digərini də yazmaq sadədir.
Ancaq bu metodun içində yazdım. Hı. İndi bunu yazmağa çalışırıq. Tamam, bunu yuxarı eləyim ki, görə biləsiniz. Burada yazalım. Burada nə deyir? 1, 1, 2, 1, 2, 3, 1, 2, 3, 4, 1, 2, 3, 4, 5. Mən burada dedim ki, yenə baxın, məntiq eynidir. Sadəcə bizdə print hissəsi dəyişibdir. Yəni mən ulduz yox, burada nəyə qeyd eləməliyəm? Burada kolon, baxın, sıfırdır burada. Burada da sıfırdır. Sıfır kiçikdir, bərabərdir sıfır deyə. Burada gəlib məsələn bu kolonu print eləsəm, mənə sıfır verəcək. Ona görə yəni əlindəki bu 1 olsun. Burada 1 eləyirəm. Sadəcə burada kiçikdir, bərabərdir n deyəcəm. Və mənə nə error atırsa, çıxılmışsa. Hə. Burada da sadəcə kolon verirəm. Kəndə boşluq olsun. Yəni bir dənə olacaq. 1, sonra yenə 2. Daha doğrusu birinci bu 1'i print eləyəcək row 1 olanda. Sonra row'umuz artıq 2 dənə row 2 dənə olanda yəni burada 2 dəfə print eləyəcək. 4 dəfə olanda 3 dəfə print eləyəcək. Bu şəkildə. Niyə burada bağlanır axı? Ona görə error verirdi biraz. Baxın, bu şəkildə oldu. Sadəcə printə dəyişdik. Son bir dənə sual yazaq. Dur. İstəyirəm video çox uzun olsun. Burada nədir? 5, birinci belə baxaq da, birinci rowda bizə 5 dənə ulduz var. Yəni 5 dənə kolon var deyək. 5 kolon, 4 kolon, 3 kolon, 2 kolon və 1 kolon. Burada patron üstə yox. Və row kiçikdir, bərabərdir. Eyni bu hissəsi eyni qalacaq. Ancaq kolon hissəsi, baxın, birincidə 5 dənə kolon olub, yəni n sayda. Burada n yazsam, bu n sabit ədəddir. Yəni bu 5-dirsə 5, 5, 5, 5 bu şəkildə gedəcək. O, baxın, buna dönəcək. Bu şəkildə olacaq. Mən bunu istəmirəm. İstəyirəm ki, bu hər dəfə bir dənə kolon azalsın. Bunu deyə bilərsiniz. Geç, 1 deyim. Bu da yenə sabit. Yəni 5-dən 1 çıxacaq, 4 də olacaq. 4 dənə kolon yazacaq mənə hər dəfəsində. Ona görə elə bir şey yazmalıyam ki, öz yazısı sağ olsun. Elə bir şey yazmalıyam ki, hər dəfə artsın. Yəni artanda məndə nə var? Row hər dəfə artır da, bir dəfə 1 idi məsələn. Sonra 2 olur, 3 olur və s. İndi məsələn bunu mən həm də ulduz burada print eləməliyəm. Ulduz və boşluq deyirəm. 3, 4, 5. Bu 5 dənə olmadı. Bunu bayaqlar baxdım. Bunun səbəbi burada da 0 desək, burada kiçikdir n desək, olarmı? Görəsin. Bu şəkildə düzəldir. Yəni bu digərlərinə göstərmək həqiqətən vaxt gedəcək. Ona görə göstərməyəcəm. Amma siz özünüz də yaza bilərsiniz. Mən kommentlərdə bunların kodunu
qeyd eləyəcəm.